Dron sənayesində sənin fikrincə ən çox şişirdilən mövzu hansıdır? Bayaq da söhbət elədiyimiz o hansı ki 7-8 uçuş eləyir və yaxud da ki 7-8 aydır bu sənayedədir. Onlar özlərini ilə aparırlar ki, sanki yoxdur bunlardan. Amma mən əmin eləyirəm ki, o cür pilotlardan daha yaxşı pilotlar var Azərbaycanda, daha yaxşı operatorlar var və onlara nəsə yaxınlaşıb nəsə kimsə sual verəndə, öyrənmək məqsədilə sual verəndə onlar özlərini elə yuxarıdan aparırlar ki, mən bunun şahidi olmuşam. Elə yuxarıdan aparırlar ki, sanki onun dediyini qarşıdakı insan başa düşməyəcəkdir və bunun rahatçılığı var bu adamda. Əgər siz özünüz də böyümək istəyirsinizsə də, daha da peşəkarlaşmaq istəyirsinizsə də, öyrətmək yönümlü olun. Siz öyrətmək yönümlü olsanız, bu sahədə rəqabət artacaqdır. Sizin peşəkarlığınız, sizin biliyiniz daha çoxdursa da, bu sferada sizin qiymətiniz daha da yuxarı qalxacaq. Yəni kimsə öyrətməkdən qorxmayın.